195.000 678 ədədindən başlayaraq hər dəfə 1000 artırmaqla 200.000-dən kiçik neçə ədəd yazmaq olar? Cümləyə fikir versək, burada 1000 söz olduğundan biz 195.678-də minlik mərtəbəsinin altından xətt keçirik. Və bunu 200.000-ə qədər deyir, neçə ədəd, 200.000-dən kiçik neçə ədəd yazmaq olar. Burada nə yaza bilərik? 196.000 ola bilər, 197.000 ola bilər, 198.000 ola bilər, 199.000 ola bilər. Deməli, 195.678 ədədindən başlayaraq hər dəfə 1000 artırmaqla 200.000-dən kiçik neçə ədəd yazmaq olar? 4 dənə oldu. 4 ədəd. İkinci misal. 345.000 327 ədədinə 500 minlik cümləyə fikir verin, 500 minlik, yəni 500 minlik 100 minlik mərtəbəsinin altına yazırıq. 2 10 minlik 10 minlik mərtəbəsinin altında yazırıq. 2 minlik minlik mərtəbəsinin altında yazırıq. 4 yüzlük mərtəbəsinə əlavə etdikdə hansı ədəd alınır? Alınan ədədi sözlə, rəqəmlə və açıq şəkildə yazın. Cümləyə fikir versək, demir hansı ədədlər, yəni 500 minlik, 2 10 minlik, 2 minlik, 400'lük əlavə etdə hansı ədəd alınır? Yəni konkret bu ədədin özünü toplayırıq. Sıfırlar əlavə edirik. Və cəmləyirik. Deməli, birinci aldıq 7, ikincidə 2'dir, sonra 7, 7, 6, 8. Deməli, aldığımız ədəd 867.727 oldu. İndi sözlərə deyir verin, yazırıq nə? 800 minlik. Gəlin belə yazaq, sinflərlə yazaq. 867 minlik, 1727 ədədindən gedir burada söhbət. İndi üçüncü misala baxırıq. Verilən ədədləri yüzlüklər, minliklər və 100 minliklər mərtəbəsinə dək yuvarlaqlaşdırın. 234.890 ədədi. 587.454 ədədi. 110.990. 815.952. 607.950. 999.000. Birinci yüzlüklər mərtəbəsi. Sonra minlik. Sonra 100 minlik. $234.890 ədədini birinci yüzlüklər mərtəbəsinə, yəni yüzlük mərtəbəsini qeyd edirik. 234. 8'in qabağındakı rəqəm 9 olduğundan rəqəm bir variantı 900 oldu. Eyni qaydada 587.500. Fikir versək, bu 9'un qabağındakı rəqəm 9'dur. Ona görə 9 bir vahid olur. Artıq burada 111.000 alırıq. Bunun yüzlük mərtəbəsi yenə 9 olduğundan qarşısındakı rəqəm 5'dir. 9 bir vahid artıl olur 10. Onda alırıq 816.000. Yenə eyni qaydada 9 olduğundan 608.000 yazırıq bunu. Bu da olduğu kimi qalır 0'dır.
İdi minillik mərtəbəsinə baxırıq. 234'dür. Qarşısındakı rəqəm 8 olduğundan artıq oldu. 235.000. 587.000 yenə qalır. Çünki onun qarşısındakı rəqəm 4'dür. 110.990'da artıq 9 olduğundan burada yüzlük deməli minlik mərtəbəsi 0'dır. Yüzlük mərtəbəsi 9'dur da. Bir vahid artır 111.000 olur. 815.952 olar 816.000. 608.000. 999.000 olduğu kimi qalır. 100 minlik mərtəbəsi ən son mərtəbədir. 2'nin qarşısındakı rəqəm 3'dür. Ona görə 2 qalır. Digər rəqəmlər 0'dan əvəzlənir. 5 qarşısındakı rəqəm 8 olduğundan 5 bir vahid atdıq. Qalan rəqəmlər 0'dan əvəzləndi. Yenə eyni qaydada 1 800.000 600.000 və amma artıq burada 999.000 yox 100 minlik mərtəbəsinə qədər yuvarlaqlaşdır deyirlər. Burada cavab olacaqdır 100.000, 1 milyon daha doğrusu. Bunun qarşısına bir sıfır qoyuruq, qabağından 9'u yuvarlaqlaşdırırıq. 1 milyon olur. Baxırıq 3-cü suala. Daha doğrusu 3 elədik, 4'ə baxırıq. Hesablayın. 12.987 üstə gəl 74.529. Cavabın inandırıcı olub olmadığını təqribi hesablamalarla yoxlayın. Bizə birinci deyir hesablayın. Gəlin biz bunu alt-alta toplayaq. Sağdan sola uyğun mərtəbələri toplayırıq. 7 ilə 9 edir 6. 16, 6 yazdıq bir yadda. 8 ilə 2, 10, bir də yadda 11, bir yazdıq bir yadda. 9, 5, 14, bir də yadda 15, 5 yazdım bir yadda. 2 ilə 4, 6, bir də yadda 7 və 8. Deməli bizim aldığımız ədəd oldu 87.516. İndi gəlin bunu yuvarlaqlaşdırıb təqribi qiyməti tapaq. Yüzlük mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. 12.987-ni yüzlük mərtəbəsinə qədər yuvarlaqlaşdırsaq, onda alarıq nə? 13.000 alarıq. Niyə 13.000? Çünki 9'un qabağındakı rəqəm 8'dir. 9 bir vahid artır. Eyni qaydada deməli 74.529'a baxaq. Yuvarlaqlaşdırırıq. Alaram 74.600 yox 74.500 toplayanda deməli bunun üst-üstə alaraq nə qədər 87.500 təqribi yoxlamanın da fərqi də çıxardaq 87.516'dan çıxaraq 87.500'ü tapadıq ki aralarındakı xəta 16'dır. Deməli təqribi hesablamada 16 vahid xətamız olur. O birisləri də eynən bu qaydada eləmək olar. 5-ci suala baxırıq. İfadələrin qiymətini tapın. 12 üstə gəl 68 çıx 48 böl 4 bərabərdir. 12 ilə 68'i birinci toplayırıq, qruplaşdırma qaydasından istifadə edirik və əməllər sırasından 48 ilə 4'ü 48 4'ə bölürük. 12 ilə 68'i toplayaq alt-alta. 8 2 eləyir 10, 0 bir yadda, 6 1 7 bir də yadda 80. Çıx. 48 4'ə böləndə 12 edər. 80'dan 12'ni çıxaram, alaram 68. (1234) vur 21 vur 10 ifadəsinin qiymətini tapmaq, hasilini tapmaq lazımdır.
1234'ü birinci vurarıq 21'e. Bunu asan yolla da eləmək olar. 1224'ü belə deyək də 21'i yaza bilərik nə? 20 üstə gəl 1. 1234'ü vurarıq 20'yə. Deməli eləyər nə qədər? 2, 4, 6, 8 bölündə 1'ən 0. Üstə gəl 1234. Alt-alta da vura bilərik. Amma bu yol daha əlverişlidir. 24680 da 1234'ü toplasaq, nə alaraq? Gəlin alt-alta toplayaq. 4, 1, 9, 5, 2, nətər oldu? 0-dan 4, 4 oldu cəmi. 8-dən 3, 11, 1 yazın, 1 yadda. 6 ilə 2-nin cəmi 8-dir. Üzərinə 1, 9, axım 8-in üstə 3 yanında 11 edir. 1 yazıb, 1 yada verdim. Deməli 25914. Bölünə də bir dənə 0 əlavə edirik. Onda cavabımız olur 259140. Biz bunu 1234'e alt-alta 21'e vurub elə də toplaya bilərdik. Yeni məntiq olurdu. İndi baxırıq deməli 5'də 9 vur 120. Üstə gəl 9 vur 380. 9'u çıxardıram mütəzə xaricine qala 120 üstə gəlir 380. 9'u vuraram 500'e. Cavab edər 4500. 5'də deməli 37 vur 19 böl 19 üstə gəl 63'ə baxaram. 19'u 19'a böləndə 1 eləyər. 37'nin üzərinə 63 gələndə alt-alta toplayaq. 7, 3, 0, 1, 7, 6, 3, 10, 1, 7, 9, 1, 7, 100. Deməli cavab olar 100. 84 vur 568 çıx 68 vur 55. Əməllər sırasından biz bilirik ki, ən birinci mötəzə həll olunur. Bərabərdir. 84'ü 500'e vurmaq 1000'e vurub 2'yə bölmək deməkdir. Yəni cavab eləyər 42. Bölünə də deməli yazarıq nə? 3 dənə 0. 42.000. Və bunu vurduq 55'e. 42'ni 55'e gələn vuraq. Alt-alta vuraq. Başqa yollar da var. Yəni 11'e vurub 2'yə də bilə bilərik. 55'e vurdum 2'ye 110 elədi. 55'e vurduk 4'e 220 elədi. Toplayırıq. Toplayaq. 0, 1, 3, 2. Cavab olar 2310. Bölünə 3'dən də 0 əlavə edirik. Alarıq 2.310.000. Yəni bu formada deməli əməllər sırasında ilk növbədə birinci mötəzə həll olunur. Bölmə, vurma əməli, sonra çıxma və toplama əməlləri. Yəni bu əməllərdə məsələnin şərtindən asılı olur. Yəni məsələnin şərtinə uyğun əməllər dəyişir. 6-cı misala baxırıq, tənlikdir. A çıx 15 bərabərdir 15 vur 3. Buradan A-nı tapsaq 15 vur 3'ün üzərinə 15 gəlirəm. A bərabərdir birinci vurmanı edirik. Yəni azalanı tapanda fərqlə çıxılan toplanılır. Ona görə biz bunu yazdıq. 15'i 3'e vuranda 45 edir. Üzərinə 15 gəldik. A bərabər oldu 60'a. B üstə gəl 497 bərabərdir 1000 çıx 240 böl 80. B üstə gəl 497 bərabərdir 1000 çıx birinci bölməməliliyi 3 edir. Biz tənliyin sağını da solunu da üzərinə 3 əlavə eləsək 3 əlavə eləsək
Alırıq ki, B üstə gəl 497-nin üzərinə 3 gəl 500 eləyir. 1000 qalır bu da. Neyini biz 3 aldıq da buradan. İndi biz B-ni tapanda hər tərəfdən tənliyin sağından da solundan da 500 aldıq. Cavab olur nə? 500. 7-ci misala baxaq. Əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamalarla müqayisə edin. 7-ci misal deməli bizim 4-cü misala uyğundur, amma yenə də birini yazarıq. 5 + 3 = 33. Və 999 üstə gəl 4825 üstə gəl 15000. Hesablayaq. Biz nə indirik ki, növbədə 5 + 2 vuruq 33-ə. 3 buradan da 9 eləyir, 24 4 2 7 17. 5 + 2 yenə buradan da, yenə burada 1749 eləyir. Bölünə bir sıfır əlavə eləməklə. Toplayıram 9 4 9 4 sonra deməli bir dəqiqə görək nəsə səhv eləmədik deməli 4 düzdür. Bir də səlqəs yazmışıq. Kəlmənin səzini səlqəli yazaq. Deməli 9 oldu bu. 4 17 1749. Bunun üzərinə 1749. Bölünə bir sıfır əlavə edirik. Toplayırıq. 9 3 1 1-nin 7-ci cəmi 8 1 deyək 9 1. Deməli cavabımız olur 19139. Burada bir səhvimiz var. 4 ilə 9-un cəmi 13'dür. 3 yazdım 1 yadda. 7 ilə 4-ün cəmi 11'dir. 1 deyək 2 idi burada. Yəni 19239'dur. İndi gəlin bu birisinə baxaq. Bunları alt-alta toplayaq. 4 0 5 9'un cəmidir 4. 0 2 9'un cəmi ilə də 11, 1 deyək də 12, 1 yadda. Yəni 8 9 17, 1 deyək də 18, 1 yadda. 5 ilə 4'ün cəmi 9 0 elə də 9 üzə 1 deyək də 10, 1 yadda. Elə də cavab 20.000. Deməli biz burada aldıq 20.824. Gördüyümüz kimi 19.239 20.824'dən azdır. İndi gəlin biz bunu yuvarlaq götürək. 5 + 2 deməli 10'luğa qədər yuvarlaqlaşdıraq. Allıq 5 + 4. 33'ü də 10'luğa qədər 30. 5 + 4 30'a vuranda 58'i vuruq 30'a. 5 3 150 üzərinə də deməli 24 gələm elə 174. Bölünür 2-dən 0. Eləyir cavab 17400. Eyni qaydada 999'u 1000'liyə qədər yuvarlaqlaşdıraq. Bu da 1000 eləyir. 4825'i 1000'liyə qədər yuvarlaqlaşdıraq. Bu da 5000 eləyir. 15000'i yuvarlaqlaşdıranda yenə də 15000 eləyir. Yəni bunun da cavabı eləyir 21000. Gördüyümüz kimi 21000 17400'dən kiçikdir. 8-ci misala baxırıq. Ədədlər arasında verilmiş şərtlərə uyğun ədədləri tapın. 4'ün bölünənləri fikir verik. 4'ün bölünənləri hansı uşaqlar? 8'dir. 12'dir. 16'dır. 24'dür. 40'dır və 44'dür. İndi gəlin biz həm 2 həm də 3. Həm 2 həm də 3 nə deməkdir? Yəni 2 və 3. Riyaziyyatda və sözün mənası hasil deməkdir. Yəni 2'ni vuruq 2'ni edir 6. Deməli 6'ya bölünən. D variantında nə olur? 6 olur. 12 olur. 18 olur. 24 olur. 9-cu misala baxırıq. F variantını bir dənə deyək 8'də 33'ə bölünmə. 33'ə bölünmə nədir? 3'ə və 11'ə bölüləndə yazmaq olar. 33'ün böləndiyi daha doğrusu 33'ün böləni sadədir. 33'ün bölənləri nədir? 3 və 11'dir də. Yəni 33'ün böləni olan sadədirlər. 3'dür bir də 11'dir. 9-cu misala baxırıq. Əlverişli üsulla həll edin.
341 200-ə vuranda 341-i biz vuracağıq 2-yə, eləyir 682, bölünür 2-dən 0 yazırıq. Ədədi 5-ə bölmək uşaqlar 2-yə vurub 10-a bölməkdir. 4500 2-yə vuranda 9000 eləyir. 9000 də 10-a böləndə 90 eləyir. Deməli 5-ə böləndə nə edirik? 2-yə vurub 10-a bölürük. 5-ə vuranda isə 10-a vurub 2-yə bölürük. İndi gəlin 250 və 260 yazaq. Bax 250 və 260 nətə yazmaq olar? Gəlin bir dənə fikir uşaqlar. Bir neçə üsulu var. 260-ı mən necə yaza bilərəm? Yaza bilərəmmi? 130 vur 2. Daha doğrusu 2 vur 130. 250-ni 2-yə vuranda eləyir nə qədər? 500. 500-ü vurdum 130-a bərabərdir. 5-i vurdum 13-ə. 5-i 10-a vurdum 50, 3-ə vurdum 5, 15. Topladım 65. Bölünür 3-dən də 0 yazıram. Cavab olar 65 min. Bu qədərdir. Deməli 10-cu misala baxırıq. Otaq eni 340, uzunluğu 460, hündürlüyü isə 300 cm olan kuboid formasındadır. Pəncərənin eni 150, hündürlüyü 100 cm-dir. Qapının eni 90, hündürlüyü 210-dur. Bu otağın divarlarını yapışdırmaq üçün eni 75 cm olan divar kağızından ən azı neçə metr lazımdır? Biz nə edirik uşaqlar? Divar kağızını biz hara vurduq? Divara vurduq, otağın divarına vurduq. Ona görə biz gəlin otağın divarının yan səthini tapaq. Onun üçün nə edirik? Perimetri vururuq hündürlüyə. Perimetri necə tapırıq düz bir axlanı? Otacağın enlə uzunluğunu toplayırıq, aynən beni. Vurduq nəyə? Yenə hündürlüyə bərabər olur. 2 vur. Eni nə qədərdir? 340. Uzunluğu nə qədərdir? 460-dır. Vururam. H nə qədərdir? Hündürlük 300-dür. Bərabər olur. 2 vur 800, vur 300. Məlum ki 2 803 eləyir 48. Hasilləri bölünə də 480 min nə olur? Kvadrat metr olur. Kvadrat metr olur. Kvadrat santimetr olur. İndi bizim eni və 150, hündürlüyü 100'dür. Olan pəncərə. Pəncərənin gəlin çıxaq. Pəncərə. 150-nə vuram nəyə? 100-ə. Bu deyir 15 min. Nə? Kvadrat santimetr pəncərədir. Qapını hesablayaq eyni qaydada. 90-ı vuracam nəyə? 210-a. İndi qulaqsın. 90-ı vurdum 210-a nə qədər edir? 189 bölünür 2-dən 0. 18900. İndi mən 15 mindən 18900-ü toplayıram. Niyə toplayıram? Ona görə toplayıram ki, mən ümumi sahədən sonra çıxıb bizə nə qədər divar kağızı lazımdır? A boy. Onu təyin eləməkdən ötürü. 15 mindən 78900 toplayanda eləyir nə qədər? 33900. İndi 480 mindən çıxıram 33900-ü. Bərabərdir. 80 mindən 33900-ü çıxanda bu eləyər 46100. Deməli 446100 qədər bizim burada nəyimiz var? Deməli kvadratımız var. İndi qulaq asın. Bizə otağın divarını yapışdırmaq üçün eni 75 olan divar kağızından ən az neçə metr lazımdır deyir. Deməli 446.000-i böləcəm nəyə? 75-ə. 4, 4, 8, 15. Deməli 3-ə bölünür. Birinci 25-ə bölək. Yoxsa elə çubuqla gəlin bölək. 446.100 bölürəm 75-ə. 4 bölünmür. 446-nı bölürük. Eləyir neçə dəfə? 6 dəfə götürə bilmirəm. 5 dəfə götürürəm. Eləyir 375. Bu da 1 qaldı. Bu da 7 qaldı. 71 bölünmür. 711-i bölürəm. 9 dəfə götürürəm. Bu eləyir yenə 675. Çıxıram 6. Deməli burada qaldı 3. Bu getdi 360 70-ə 5-ə böləndə 4 dəfə götürürəm. Bu eləyir 280. Yox 4 dəfə götürmürük. Hələ 4 dəfə götürürük. Bu eləyir deməli 300.
300-dən buradan qaldı 60, böyünə bir dənə də 0 yazdıq. 600-ü böldüm 75-ə, düşür 8 dəfə. Bu da edir nə qədər? Deməli 600 getdi. Cavab oldu 0. Deməli cavab olur 5948 santimetr. Santimetr və ya deməli 59,48 metr bizə nə lazım olacaq? Aboy lazım olacaq bu qədər.